Gəncədə 1977-ci il təvəllüdlü şəhər sakini Avtandil Kərimov həmyerlisi Fuad Abdulhəlimovu qətlə yetirib. Avtandil 1976-cı il təvəllüdlü Fuadla Xətayin prospektində görüşüb. Mübahisə zamanı Fuad Abdulhəlimovun əvvəllər işlətdiyi "pulumu verib çörəyimi yeyirəm" sözünü maddi imkanı yaxşı olmadığı üçün öz ünvanına nalayiq ifadə kimi qiymətləndirib. Bunu bəhanə edərək Abdulhəlimovu nalayiq söyüşlərlə təhqir edib. Onu öldürmək qərarına gəlib. Gecə saat 1 radələrində yaşadığı mənzilə yollanıb. Evdən mətbəx bıçağı götürərək kafeyə qayıdıb. Abdulhəlimovu tapa bilməyəndə küçədə oturacaqda oturub. Bu zaman Fuadın yolun əks tərəfi ilə piyada getdiyini görüb. Onu yanına çağırıb. Orada Fuada çoxsaylı zərbələr vurub. Fuad Abdulhəlimov aldığı xəsarətlərdən ölüb. Avtandil Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə adam öldürmə və 221.3-cü silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunan xuliqanlıq törətmək maddələri ilə ittiham elan edilib. Məhkəmədə Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təyin edilmiş 15 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.